Salam dəyərli kimyasevərlər. Bu gün Vüqar Zeynalovdan atomun quruluşu, dövrü qanunu və dövrü sistem suallarına baxacağıq. İlk olaraq başlayaq birinci sualdan. Deməli, KLM atom radiusunu müqayisə edin deyir və bizə iyonlaşma enerjilərini verir. Biz bunu necə müqayisə edə bilərik? Rahat yolu nədir? Məsələn, Y1 enerjisinə baxaq. Y1-də iyonlaşma enerjisi çox olanın atom radiusu kiçik olacaq. Y1-də deməli iyonlaşma enerjisi çox olan hansıdır? K. Demək ki, bunun atom radiusu ən kiçik olandır. K kiçikdir. Tərəfdə yazaq. Deməli, K-nın iyonlaşma enerjisi çox olduğu üçün o kiçikdir L-dən. Atom radiusu kiçikdir. Və L-in də iyonlaşma enerjisi M-dən böyükdür axı. Deməli ki, L-in də radiusu kiçikdir M-dən. Belə də tapa bilərsiniz və yaxud da yenə qrupunu tapmaq istəsəniz bunun, harada ki 4 dəfədən çox fərq görürsünüz, 4 dəfə böyükdür bu iyonlaşma enerjisi, qrupu ona uyğun tapa bilərsiniz. Məsələn, K-da 900, 1757, 14840. Deməli, ən böyük oldu fərq burada. Demək ki, bu nədir? 2 A yarım qrupudur. Sonra L-ə baxsaq, 496, 4565 fərq burada daha çoxdur. Deməli, bu 1 A-dır. Sonra 414, 3069. Burada da fərq yenə birincədədir, 1 A. Burada əsasən qrupları yeni tapırıq axı L-lə. Onda da yenə biz dönüb cədvələ baxmalıyıq iyonlaşma enerjisinə görə. Fərq yoxdur. Burada Y1, Y2, Y3, Y4, Y5 hansına baxmaq istəyirsiniz baxın. Görürsünüz, məsələn, Y5-də baxsaq, yenə L-in iyonlaşma enerjisi daha çoxdur. İyonlaşma enerjisi daha çox olanın da atom radiusu kiçik olur. İkinci suala baxaq. Fosfor verir bizə, fosfor 15. Təbəqə sayı valent elektronların neçə faizini təşkil edir? Təbəqələr sayına baxsaq, 1s2, 2s2, 2p, 6, 3s2, 3p, 3, 15-ə tamamladıq. Təbəqələrin sayı neçədir? 1, ikinci təbəqə, üçüncü təbəqə. Təbəqələrin sayı neçə faiz təşkil edir? Bilmirik. Valent elektronları da bunlardır, xarici energetik səviyyədəki. 5-i 100%dirsə, 3 nə qədərdir? 60. Üçüncü sual. Deməli, bronu verib bizə A plus B bölünsün C-ni tapın. Bromun da deməli tapmalıyıq. S elektron sayını, P elektron sayını, D elektron sayını. Təbii açıq quruluşu yazmaya da bilərsiniz. Əzbər quruluşsa. Problem yoxdur. 3s2, 3p5. Yox, 3p6. Deməli, 4s2. 3d 10. Bura kim oldu? 30. 4. 4p5. Yəni 4s2, 4p5-də son. Aha. S elektron sayı adı. S elektron sayı burada, 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 burada. 4 dənə, 4 kimi 8. P elektron sayı. P6, P6. 12 üstə gəl 5, 17 edir. D elektron sayı. D elektron sayı da 10. A plus B 8 üstə gəl 17 böl 10. 25 böl 10. Bu da bizə verir 2/5'i. Dördüncü sual. Kükürt atomu verib bizə. Deməli 3s2, 3p4 olacaq. B plus-ını tapıb deyir. B bölünsün anı daha doğrusu.
B nədir? Elektronlu orbital sayı. Aha, elektronlu orbital sayı. Bundan əvvəl bir S2 var idi. Bir oradan. Sonra 2 S2 var idi birdən sonradan. 2P6, 3 dənə orbital oradan. Üstə gəl. Burada da 3 S2 var. Bir dənə orbital buradan. 3P4, 3 dənə də orbital buradan. Cəmi neçə elədi? 9. A nədir? Bəs tək elektron sayı 3P4-də tək elektron sayı var. 2-dir. Bu cavab edici 4,5. Beşinci sual. A bölünsün B minus C'ni hesablayın. Hı -hı. Sıra nömrələrini tapmalıyıq əvvəlcə. Bizə X verilib. Gəlin baxaq. Cüt elektron saxlayan orbital sayı 4-dür. Tək elektron saxlayan isə 1-dir. Deməli, bu olacaq 1s2, 2s2, 2p5. Y olacaq 1s2, 2s2, 2p6. Z olacaq 1s2, 2s2, 2p2. Aha. Y-də nə deyirdi? 7 elektron saxlayan 7-dir. 3s2, 3p4 da var bunun. Aha, bir dənə, 2 dənə. 3'ü burada 5 elədi. 6, 7 dənə. Bir tək elektron sayı 2 olacaq. İndi sıra nömrəsini tapaq bunların. X-in sıra nömrəsi 7. 7 yox, 9. Sonra Y-in sıra nömrəsi 16. Z-in sıra nömrəsi 6. İndi bizə nə verib? A, B minus C'yə bölməliyik. 16 minus 6. Bu dediği 0,9. Altıncı sual. Metalları seçindir. Metallar deməli əlavə yarım qrupları olanlar metallardır D elementlərdə. Sonra birinci qrup, ikinci qrup, 3-də boru çıxmaq şərti ilə qalan hamısı metaldır. İndi buradan yola çıxaraq 2s2, 2p1. Üçüncü qrupdur, amma ki bu bordur. Bunu götürmür. Sonra Z-də 7. Bu açıq oluşunu yazsaq elektron formulunu 1s2, 2s2, 2p3. Deməli, bu nədir? Bu azotdur. Onsuz da əzbər bilənlər bilir, amma izahını da verək də. 5-ci qrupdur, olacaq qeyri-metal. 2 də getməz. 3 də Z, bu aydın məsələdir ki, bu birinci qrupdur. Olacaq deməli 3p6 18 eləyir. 4s1. Birinci qrupdur. 1A-dır. Bu metaldır. 3'ü götürürük. 4'də 3p6. Təbii ki, bu sonuncu xarici elektron təbəqəyə yaxınlıqda. Bu 4s2-dir. Yəni 2 ayam qrupudur. Cavab 4'də olacaq. 3s2, 3p5 aydın məsələdir. 7A-dır. Olmaz. Halogendir. 6'da isə X2. Bu 1s2'dir. Amma təbii ki, buna aldanmaq olmaz. 1s1 nədir? Hidrogen. 1s2 nədir? Helyum. 7 izah eləyək. Deməli, burada atomun quruluşu verib. Gəlin baxaq görək bu nədir? Hər hansı bir X elementidir deyək. 1s2, 2s2, 2p6 elektronlar sayırıq sadəcə 3s2, 3p1. 13 sıra nömrəsi 13'dür. 3. A yarım qrupunda yerləşir. Qeyri-metaldır desə səhvdir, bu alüminiumdur. Maksimum valentli 3'dür ise bu düzdür. Təbəqə sayı 3'dür ise birinci təbəqə, ikinci təbəqə, üçüncü təbəqə düzdür. Valent elektronlar 3'dür ise düzdür. Sıra nömrəsi 13'dür deyirsə düzdür. 2, 3, 4, 5 doğrudur. Hələ ki, tək elektronlar sayı 3'dür ise səhvdir. Tək elektronlar sayı sadəcə 1'dir. 8-ci sual.
Aha, doğru və yaxud da yanlış olmağını deyir. 1, 2, 3, 4, 5, 6 yazaq. Deməli, maksimum valenti 4-dür deyirsə, xeyr, hə, düzdür də, bu doğrudur. Maksimum valenti 4-dür. Azotu 5 deyirsə, bu səhvdir. Azot maksimum 4 valentli ola bilər. Kükürddə maksimum 2 valentli deyil, 6 valentlidir. Bu da səhvdir. Oksigen 6 valentli olmur, maksimum 3 ola bilər. Fosfor 5 valentli deyirsə düzdür. Flür 1 deyirsə düzdür. Bu fon elementləri demişdik də. Yerləşdiyi qrupun nümunəsi onun valentlik göstərə bilmirlər. Çünki boş orbitalları yoxdur. 9. Dövr daxilində soldan sağa. Soldan sağa bunu istəyirsən. 1, 2, 3. Uçucu hidrogenli birləşmələrdə valentlik. Xeyr, uçucu hidrogenli birləşmələrdə valentlik artmır, azalır. RH4, RH3, RH2, RH belə gedir də 4-dən 7-yə doğru. 4, 5, 6, 7. Valentlik azalır. Azalır. Bu arada. Radius. Deməli, elektromənfilik artır, radius azalır. Radius, B də bura. İyonlaşma enerjisi, radius azalırsa iyonlaşma enerjisi artır. C. Elektron alma. O da deməli artacaq. Elektron almanın oksidləşdiricilik kimi fikirləşəndə oksidləşdiricilik artır. Bura Y-də gedir. Təbəqə sayı dəyişmir. Nəyə görə? Bu çünki bir dövr daxilində baxır. Məsələn, tutaq ki, bu olsun 3-cü dövr. 3-cü dövrdə nə olur? 3S olur, 3P olur, 3D olur. Bu da 4D olmuş. Yəni, 3-cü dövrdə 3 təbəqə var. 2-ci dövrdə 2, birincisi də 1. Təbəqə sayı dəyişmir. Elektron sayı desəydi, amma dəyişərdi. 2. Buna görə bunu da götürdük belə. 10-cu sual. Bizdən nə istəyir? Y plus Z, X plus M üstəgəl N. Burada sonda MON var. Onu istəyir bizdən. Deməli, eğer X, O, Y verib, uçucudur. RH2 uçucudur. RH2 uçucusu da deməli bu 6-cı qrupdur da. Uçucu birləşməsi RH2-dir formulu. 6-cı qrupdursa bu 6, bu da 2-dirsə formul nə olacaq? RO3. Bunu tapdıq. X bərabərdir 1-ə, Y bərabərdir 3-ə. Sonra R2O5 baş oksidi hidrogenli birləşməsi RH. Bu 5-ci qrupdur. Aydın məsələ görsənir. Uçucu olacaq. Uçucusa RH3 Z 3-ə bərabərdir. Qeyri-uçucu. Qeyri-uçucu deyirsən, yəni uçucu deyil. Bu birinci qrupdur. Birinci qrupdursa, R1 valentli oksigen də oksidlərdə 2 valentli olur, baxış oksidlərdə. Olacaq R2O, M bərabərdir 2-yə, N bərabərdir 1-ə. İndi şərt yazaq. Y üstəgəl Z, 3 üstəgəl 3, X nesədir 1, M nesədir 2 üstəgəl 1. 6 bölü 4, bu da 2-də 3, yəni 1/5 verir bizə. Onu da yazdıq. 11-ə baxaq. Aha, burada sadəcə nəyin nə olduğunu istəyir bizdən. 1, 2, 3, 4. İşarə ilə göstərir. 1 nədir? Elektron. 1 C. 2 protondur, müsbət yüklü. 2D. Üçüncü nədir? Yüksüzdür, neutrondur, mərkəzdə nüvədədir. Neutron A. Dördüncü nədir? Energetik səviyyədir. 12. Qrup daxilində yuxarıdan aşağı. Qrup daxilində yuxarıdan aşağı. Bax ki, birinci qrupdan aşağıda.
1, 2, 3 uyğunlaşdıraq. Metalları bərkliyi. Ə, Deməli, lityumla başqa hamısı bıçaqla kəsilə bilir. Metalların bərkliyi azalır. Azalır. 2A. Sonra valent elektron. Valent elektronsa qrupda valent elektron dəyişmir. Bu əsasən belədir də. İndi fon dedik, fluor oksigen azaltısına. Yəni, bu əslində valent elektronu olaraq var idilər, amma valentlik göstərmirlər də. Birinci qrupdadsa valent elektron sayda 1 olur. Valent elektron dəyişmir. B bura. İyonlaşma enerjisi təbii ki, dəyişəcək. Yuxarıdan aşağı gəldikcə iyonlaşma enerjisi azalacaq. C bura. Radius isə artacaq. D bura. Elektron vermə qabiliyyəti. Elektron vermə, yəni ki, reduksiyçilik də artacaq. Radius artır. Ona görə də reduksiyçilik də artmış olur. 13. Davamlılıq, qüvvətlik. Bizə deməli, 3 maddə verir. Hidrogen bromid, hidrogen yodid, hidrogen fluorid. Bunların ümumiyyətlə bir ardıcıllıq qoyaq. Fərqi yoxdur. Yəni, istəyirsiniz fluordan yoda doğru qoyun, müqayisə edin və yaxud da əksinə yoddan fluorda doğru. Deməli, belə yazsaq. Amma sıralamanı unutmayın. Çünki burada çaşdırmaq üçün demək, birinci hansıdır? Bax, birinci bu. Sonra ikinci budur. Üçüncü də budur. Qarşılıq verir sıralamanı. Biz normal bildiyimiz qaydalarımızı yazaq. Sonra müqayisə eləyərik. Deməli, burada hidrogen fluoriddən hidrogen yodda doğru getdikcə reduksiyçilik, quşuluq artır. Sonra artan nə var? Radius böyüyür deyə rabitə uzunluğu artır. Radiusda niyə böyüyür? Təbii ki, elektromənfiliyə görə baxırıq da o məsələyə. Elementlər arasındakı elektromənfilik fərqlidir. Azalanlar nədir? Davamlılıq, oksidləşdiricilik, üçüsü isə azalır. Rabitə uzunluğu ümumiyyətlə nədir? Rabitə əmələ gətirən atomların nüvələri arasındakı məsafədir. Rabitənin davamlılığı da atom nüvələri arasındakı elektron sıxlığı böyük olanda rabitə daha möhkəm olur. Bu davamlılığı möhkəmliyi kimi də yazılır kitablarda. İndi baxaq bizə verilən şərtlərə. Davamlılıq 2, 1, 3, 2 böyükdür. Birdən də böyükdür, 3-dən deyirsə, burada 2 böyük olmadı. Az oldu ikisi. Nə dedik? Azalır. Bu sırada ikisi. Bir səhvdə belə yazaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Biri çıxdıq. Qüvvətlilik 3 böyükdür. Birdən, bir də böyükdür. 2-dən yox. Qüvvətli deyəndə burada turşunun qüvvətliyindən söhbət gedirsə, onu yazmaq istəyirlər. Böyük ehtimal. Çünki davamlılıqla qüvvətli eyni şey deyil. Turşunun qüvvətliyini söhbət gedirsə səhvdir. Hidrogen yodid, yəni turşu sırasına görə deyərsək, yodid turşusu daha qüvvətlidir. Reduksiyçilik 2 böyükdür 1-dən, 2 böyükdür 1-dən, bir də böyükdür 3-dən. Bəli, burada dedik ki, reduksiyçilik artır bu sırada. 3-ü götürürük 4. 4-də rabitə enerjisi deyir. Rabitə enerjisi 2 böyükdür 1-dən, bir də böyükdür 3-dən. Bu da deməli düzgün gəlmir. Rabitə enerjisi 2 böyükdür 1-dən, bir də böyükdür 3-dən. Bunu da çıxırıq.
Polyarlıq. Polyarlığı yazdım. Polyarlığı unutmuşam. Deməli, polyarlıq bu sıraya görə azalır. Bu sıraya görə azalır. Ama bizde burada sıranın tərsinə verib. 3 böyükdür. Birdən birə 2-dən. 5-i götürürük. 6 rabitə uzunluğu 3 böyükdür 1-dən. Rabitə uzunluğu artı demişdik. 3 böyükdür 1-dən. Bu da böyükdür 2-dən. Hı -hı. Bu sıraya göre düzgün değil. Çünkü burada rabitə uzunluğu 2-də daha böyükdür. Ona görə 6-nı çıxdı. 7 hidrojen kütlə payı deyir. Aydın məsələ ki, yəni burada florun kütləsi daha azdır. Daha azsa hidrogen kütlə payı daha çox olacaq. Üçdə böyükdür. Birdən. Yodun kütləsi ən çoxdur. Artıq halogenin kütlə payı artmış olur. Ona görə 7-ni də götürürük. 8 də tərtib yazdıq. Ümumiyyətlə tərtib nədir? İki atom birləşdirən elektron cütünün sayı ilə müəyyən edilir. Burada da bu hamısını açıq quruluşunu yazsaq belədir də. Burada elektron cütü sayı dəyişmir ki. Hamısı bir dənə rabitə var. Bir dənə elektron cütü var. Burada hamısı bir-birinə bərabər. 14 karbon tipindədir. Gəlin burada da bir ardıcıllıq təyin edək. Sonra cavablara baxaq. Deməli, doğrunu seçin. Olur, bunu yox. Bunu niyə verib bilmədim. Deməli, 3, 2, 1, 3, 2, 1. Belə gedə bilərik, yaxşı. Bunun 3, 2, 1, 3, 2, 1. Qarşı buyruq, 1, 2, 3. Burada qarşıdır. Ay, yox, burada 2. Aha, belə. H-fluoroid. Halogenin sıra nömrəsinə görə baxaq da. H-fluoroid, H-bromoid, H-iodoid. Deməli, biz öz ardıcılığımızı burada qeyd edək. Bu 2-dir. Bu 3-dür. Bu da 1-dir. İndi baxaq. Qüvvətlilik deyir. Ümumiyyətlə, bu turşularda qüvvətlilik necə dəyişir, onu xatırlayaq əvvəlcə. H-fluoro, H-fluor O2, H-fluor O3, sonra da H-fluor O4. Əgər yəni halogen özüdürsə, oksigen atomu sayı artırsa, burada qüvvətlilik artır da. Amma burada fərqli halogenlərdir. Onda bəs necə olacaq? Deməli, yoddan. Bunlara doğru yazaq. Burada isə, bu sırada isə qüvvətlilik və oksidləşdiricilik artacaq. Bu sırada bunun qüvvətliyi daha çoxdur. Qüvvətlilik artır. İndi baxaq buna. Qüvvətlilik deyir. 2 böyükdür 3-dən, o da böyükdür 1-dən. Birincini götürdük, düzdür. Oksigenin kütlə payı deyir. Oksigen kütlə payı 1-də daha çoxdur. Xeyr, səhvdir. Bu ən az olan buradadır. Çünki yodun kütləsi çox baxır. Oksigenin orada düşən kütlə payı daha az olacaq. İkinci səhvdir. Halogenin kütlə payı deyirsə, yodun kütləsi daha çoxdur. Kütlə payı daha çox olan o olacaqdır. Ona görə bu da səhvdir. 4-ə baxaq, hidrogenin kütlə payı deyirsə 2-də daha çoxdur. Aydın məsələ deyirəm, xlorun kütləsi burada az daha. Hidrogenin düşən kütlə payı faizi etibarıyla daha çox olacaq. Nəinki yod olan yerdə. Qüvvətlilik deyir böyükdür. 3-dən 1 böyük deyil. Burada baxaq, fərqli halogenlərə görə oksigenli turşularını yazdıq. Xlor olan, yəni sıra nömrəsi az olan qüvvətliliyi daha çox olmuş olacaq. 6-ya baxaq, halogenin kütlə payı. Aha. Bu doğrudur. 1 böyükdür. 3-dən 3 də böyükdür 2-dən. Yodun kütləsi daha çox olduğu üçün kütlə payı da daha çox olacaq. 14 getdi. 15. 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
Atom verilib bizə haqqında doğru seçin. Deməli, bunun haqqında doğruları bilməyimiz üçün elektron sayı tapıb bilərik. Elektron sayı da deməli 1s2, 2s2, 2p6, 3s2, 3p3, 3ds de var. Bunun 0. Elektron sayıda bildiğiniz gibi birinci təbəqədir. Burada görürsünüz ki, nə elektron var. 1, 2, budur, onu yazdım. Bu bizim təbəqələrimizdir. Metal olduğunu deyir. Xeyr, bu 5A-da yerləşir. 5A-da yerləşir, metal deyil. Valent elektronların sayının 60%-ni təbəqə sayı təşkil edir. Valent elektronlar nə qədərdir? 5-dir, 5 100%-dir. Təbəqə sayı neçədir? 1, 2, 3. Buna n desək, 60%-dir. Bəli, düzdür. İkincisini götürdük. 2 düzdür. Sıra nömrəsinin normal halda tək elektron sayına nisbəti 3-dür. Sıra nömrəsi bunun neçə elədir? 15. 15-in tək elektron sayına nisbəti, tək elektron sayı da 3-dür. 15-in 3-ə nisbəti 5-dir. 3 deyil, bu da 3-dür. Deməli, yanlışdır. Qrupun nömrəsi validlik göstərmir. 5A-da validlik göstərir. Niyə göstərmir? Boşu da var bunun. Bu fosfordur da göstərə bilir. 2s2, 2p3 olsaydı, azot olsaydı göstərməzdi. Ümumi orbital sayı valent elektron sayının 8 dəfə çoxdur. Ümumi orbital sayı deyir. Orbital. Bir dənə orbital burada. Biri burada, üçü burada. Neçə elədi? 5, 6, üstə 3, 9. Burada da 5 dənəsi var, 14. Ümumi orbital sayı 14'tür. Valent elektronların sayının 2.8 dəfə çoxdur. Valent elektron sayı nə qədərdir? 5. 5'i 2.8'e vursam 14'ü verirmi? Bəli, verir. Demək ki, doğrudur. Cavab burada olacaq. 2, 5. 16. Xn elektron sayı 10'dur. Nuklon sayı nuklon ümumiyyətlə nədir? Protonlarla neytronların cəmi. Yəni bu müqsə verilir ədədi qiyməti atom kütləsini. Verilir şərtə baxaq. Bunun 24. Bunun deməli 4s1, 3d, 5d formulu. Üçüncü təbəqəsindəki elektron sayına bu üçüncü təbəqəsində nə var? 3s2, 3p6, 3d, 5-i də var. Deməli 13 eləyəcək bizə üçüncü təbəqəsindəki elektron sayı 13-dür. 18 vahid çoxdur. 13 üstə gəl 18. Bu da neçə eləyəcək? 31. Demək ki, elektron sayı 10'dur, nuklon sayı isə bunu verir. Protonları, deməli, neytronların cəmi. N sayı xrom atomunun tək elektron sayına bir vahid azdır. Tək elektron sayı nə qədərdir? 6'dır. 4s1, 3s5 daha. 6'dır, 6'dan bir vahid az, 5. Bu n yəni nəyə bərabərdir? Müsbət 5. Mənfi cavab olsaydı yazardı hər halda. X0 neytron sayının normalda tək elektron sayına hansını tapın. Biz əvvəlcə tapaq görək. Bu deməli 5 elektron verib 10 olub, verməsəydi 15 imiş. Neytron sayı da 16 olacaqdı. İndi X0'da baxırıq. Deməli neytron sayının normalda tək elektron sayını hasilini istəyir. Tək elektron sayı nədir bunun normal halda? 3s2, 3p, 3 tək elektron sayı da 3'dür. 48. X'in kütle ədədi 55'dir. Proton sayı neytron sayından 5 vahid azdır.
Yəni neytron sayı n-dirsə, proton sayı n-5-dir. Buradan gəlin n-i tapaq. 2n-5 bu bərabərdir 55-ə. 2n bərabərdir 60, n də bərabərdir 30-a. Sonra nə deyir? X, n ionun yüz hissəsi sayı. Burada onsa neytron sayı dəyişmir də. Bu 30-dur. Proton sayı da dəyişməyəcək. Proton sayı da 25-dir. Amma elektronu bilmirik, çünki n nədir onu bilmirik. Yüksüz hissəcik sayı. Yüklü hissəcik sayından onun vahidi azdır. Burada yüklü hissəciklər hansılardır? Protonla elektron. Deməli, 25-in üstünə elektron sayını gəlib. 13-ü çıxsam, mənə verəcək elektron sayını. Deməli, bu da bizə nə verir? 25 bu tərəfə gəlsə 5, 18. Elektron sayı 18-dir. Burada n-i tapa bilərik də. X 25 idi, bu da 18. Bu deməli 7 dənə elektron verib ki, 18 oldu. N bərabərdir 7 müsbətə. Nə soruşur bizdən? X-in ionu 5 elektron alıb. Bu 7 müsbət idi. 5 elektron alıbsa, olub deməli 2 müsbət. X M-ə çevrilir. M 2 müsbətdir. M-i müəyyən edin. M-i də tapdıq. 18. X müsbət 5. Əslində bu yük olanda belə yazılır. Birinci ədəd sonra plus minus. Oxşaşma dərəcəsi olanda isə belə yazılır. İndi olur da bəzən belə. Sadəcə olaraq başa düşdük də nə demək istəyir. X5 müsbət ionun elektron sayı. Azot atomunun neytron sayını. Bu azot atomunun neytron sayı nədir? 7-dir. Neytron sayının 2 mislindən. Yəni 7-ni vurursunuz 2-yə 14. 2 vahid azdır. 12. 5-in verib 12 olub. Deməli 17 imiş. X atomunun təbəqə sayı A-dır. X atomu. 3s2, 3b, 5. Təbəqə sayı nə qədərdir? 3. A bərabərdir 3-ə. Valent elektron sayı B-dir. Valent elektron sayı 7-dir. Normal halda tək elektronlar sayı, tək elektronlar da bu P-dədir. Orada da bir dənə tək elektron var. B minus C, 7 minus 1 böl A. Deyilir 2. 9. X 3 müsbət ionun elektron sayının 2 misli. 3, 16, 4 müsbət ionun elektron sayına 4 ayrasıdır. Bu 4'ün verib 12 elektron. 2 misli. Gəlin tapaq. Deməli, 12-dən ionun elektron sayından 4 ayrasıdır. Bunu Y deyə işarələsə 2 mislidir. Yəni 2 yenəyə bərabərdir. 12 minus 4'ə. Elektron sayına 4 vahid azdır deyir. 12'də 4 çıxanda 8 eləyir. 8-də 2'ye böləndə 4 eləyir. Demək ki, burada elektron sayı 4 imiş. 3'ün verib 4 olub. Demək ki, 7 protonu var imiş. X atomunun valent elektronlarının sayı. X atomunun valent elektronlarının sayı 5'dir. Elektronların sayı tapaq dəmirdə. 4s2 20 eləyir. 3d6. Tək elektron sayı da D-də var və 4 tək elektron sayı var. 4 bilmirik nə qədərdir? Tək elektronların sayını nəzərdə tuturuq. Valent elektronlar isə 5'dir. 5 isə 100%'dir. Çünki deyir X atomu valent elektron sayının neçə faizini, yəni 5'in neçə faizi 4'dür, onu tapmalıyıq. Bu da bizə verir 80'i.
20-ci suala baxaq. Qələm metallar verib X, Y, Z, xlor turşusuna reaksiyadan ayrılan hidrogenin həcmi verib. Bunlar birinci qrupda yerləşir və xlor turşusuna reaksiyaya girəndə bir molu girəndə valentin yarısı qədər ə, hidrogen ayrılır. Bir valentli olduqları üçün 0,5 mol H2 ayrılır. 0,5 mol da 11,2 litr deməkdir. Bu şərtə əsasən gedək. Deməli, X 18,4 qramı girəndə 8,96 litr alınır. Amma X qram, yəni 1 mol girəndə alınmalı idi 11,2 litr. Buradan X-in kütləsini tapsaq, eləyəcək 23. Hamısını bu qaydada tapırıq. Deməli, 16,8 Y girib 26,88 litr alınıb. Y qram girəndə isə alınmalı idi 11,2 litr. Y tapırıq 7 eləyir. Z 19,5 daxil olub reaksiyaya 5,6 litr hidrogen alınıb. Z qram daxil olanda isə 11,2 litr alınmalıydı. Z-i də tapırıq 39 eləyir. Bunları ardıcıllıqla düzəlsə olsaq, birinci nə gələcək? Y, bu litiumdur. Sonra natrium, X kütləyə görə düzürük ardıcıllıqla yuxarıdan aşağı qrup üzrə Z. İndi nə deyir? Radiusu, Z-in radiusu Y-dən böyükdür, Y-də X-dan. Y axı ortada ola bilməz. Yəni bu sıranı ya tərsinə verməlidir, ya da düzünə də. Bu birinci səhvdir. İkinci, bərkliyi Z-də daha çoxdur. Deməli, demişdik nədir? Bərklik yuxarıdan aşağı gəldikcə bərklik azalır. Z-də çox deyil, Z-də azdır. İkinci dəqiqdə reduksiyçilik Z-də çoxdur, X-dan, X-də çoxdur, Y-dən 3 doğrudur. Ərimə temperaturu bərkliklə əlaqəlidir. Onsuz da Y böyükdür X-dan. Ərimə Y böyükdür Z-dən yazılır. Y böyükdür Z-dən yazılır. Yəni burada da onsuz da qarışıq verir, ona görə götürürük. İyonlaşma enerjisi Y böyükdür X-dan, o da böyükdür Z-dən. Bu doğrudur. Atom radiusuna tərsini tapması. 21. Atom, deməli, radiusları müqayisə edilir. 4 müsbət 16. Burada 4 dənə elektron verib. Radiusu nə qədər olub? Radiusu deyirəm, proton nə qədər olub? 12. Kalsium 20 idi. 2 müsbət. İkisini verib 18 olub. Fosfor 3 mənfi 15, 3-ünü alıb 18 olub. Burada rahatlıqla müqayisə edə biləcəyimiz bu ikisidir. Deməli, radiusu az olub çox olmağını məntiqi cəhətdən necə bilərik? Burada baxın, proton sayı daha çoxdur, müsbət yük mərkəzi daha çoxdur. Ona görə mənfi yükü daha rahat özünə cəzb eləyəcək və radiusu orada, yəni nüvədən sonuncu elektrona qədər olan məsafə az olacaq ki, bu radiusun az olur. Proton sayı çox olanda, elektron sayı bərabərdirsə, əgər proton sayı çox olanda radiusu az olur. Demək ki, 2 kiçikdir 3-dən. Bəs bunları necə müqayisə edə bilərik? 16, 12. Bu əslində belə də baxa bilər elektron sayına görə. Məntiqlə düşünəkdə. Bu nəyə görə baxırıq? Radiusun ən böyük olanı seçirik. Bu 15-dir, bu 18-dir. 15 və 18 daha rahat mənfi ilə elə bil ki, müsbət yüklər üst-üstə düşür və daha rahat cəzb olunur. Amma 16-12 arasında fərq daha çoxdur. 22. X 6 müsbət. Elektron sayı 18-dir. 6 verib 18 olub, deməli 24 imiş. X atomunun kütlədədir. Proton sayının ikimisindən 4 vahid çoxdur. Proton sayı 24-dür. 48, bu da eləyəcək 50.
2 vahid çox. Ay yox, 52. 4 vahid çox, 48 üstəgəl 4. X atomunun yüksəldiyi sayı 52-dən də 24 çıxsaq, 8 edici 28 neytron sayı. Yüklü hissəci sayı A moldur. Yüklü hissəci sayı nə olacaq? Ha, burada söhbət atomdan gedir. 24 üstəgəl 24. Çünki o atomdan söhbət gedirsə 20 dənə elektron var. Bu deyilir 48. Yüksək hissəci sayı B moldur. 28'dir. Bu da neutrondan söhbət gedir. A minus B tapın. 48 çıx 28. Bu da eləyir 20. 23. 23'də D elektron sayı P elektron sayından 2,4 fazla olan 4-cü dövr əlavə yarım qrup metalının X elementi götürək. 4s 3 D 4s A 3D B desək. D elektron sayı P elektron sayına 2,4 az. Yəni B nəyə bərabərdir? Bura kimi P elektron sayı nə olacaq? 2P6, 3P6 var da 12. 12'dən 2,4 dəfə az. Bizə verəcək 5'i. Deməli, tək elektron sayı ümumi elektron sayı neçə faiz? Bu 3D5, 4S1, 3D5 olar da. Yəqin ki. Yox, burada bir dənə sonda da şərt verib. S elektron sayı D elektron sayından 1,6 dəfə çoxdur. D-dən 1,6 dəfə çox. Deməli, 5 6 35 birim 5. 8. 8 dənə S elektronu varsa 1S2, 2S2, 3S2, 8 olsun deyə bu 4S2 imiş demək ki. Sonra tək elektron sayı nə qədərdir? 5. Ümumi elektron sayı neçə faizini təşkil edir? Bilmirik. Ümumi elektron sayı nədir? Deməli, nə oldu? Bura kimi 3S3P6, 18, 20, 25. 25 100 faizdir. 5'də X. Burada qalır 5, o da eləyir 20 faiz. Sonra 24. Deməli, 0,25 mol X, KXO2 birləşməsi 30,75 qramdır deyir. 0,25 molu 30,75'dir deyir. Bu birləşmədə Xn iyonunda neytron sayı proton sayından 4 vahid çoxdur. Gəl nəfəsə bu X-in kütləsini tapaq. 1 molunun kütləsi nədir bu? Kalium XO2'nin. Kalium neçədir? 39. X-i bilmirəm kütləsini. Oksigendəki 2 vurun 6, 32. X-i buradan tapsaq, X eləyəcək 52. X-in atom kütləsi 52'dir. Neytron sayı proton sayından 4 vahid çoxdur. Proton sayından 4 vahid çoxdur. Xn iyonunda burada P-ni gəlin tapaq. 2P üstə gəl 4 bizə verir 52'ni. P də eləyəcək. 52'dən 4 çıxsaq 48. 48'ini də 2'yə bölsək eləyir 24. Sonra 24'ə uyğun yazsaq 4S1, 3D5'dir. Xn iyonunda D elektron sayı S elektron sayının neçə faizini təşkil edir? Burada Xn deyir axı. Kalium XO2. Birləşmədə Xn iyonudur. 2 kimi 4, biri buna getdi. Bu müsbət 3'dür. Nasıl müsbət 3'dür?
Yəni 3 elektron verir. 3 elektron veribsə bu S-dən biri S-dən gedir xarici energetik səviyyədən, ikisi də D-dən gedir. Deməli bu nə olacaq? 3S2, 3P6, 3D, 3. D elektron sayı. D elektron sayı 3'tür. Ümumi S elektron sayı neçə faizini təşkil edir? Ümumi S elektronu da 1S2, 2S2, 3S2. Eləyir 6. 600 faizdir. 3-dəki aydın məsələdə 50 faiz. 25. X atom quruluşu NSA, NP, B verib. Element verib X iyonlaşma enerjisini verib 138, 434, 6400, 6450. Yenə bayaq kimi burada kəskin fərqə baxırıq. Hardadır? Kəskin artma. 138, 434, 434-dən 6400-ə keçir də. Y2-də artıq orada bir təbəqə çəkirsiniz və bu 2A yarım qrupunda yerləşir deyirsiniz. Belə bir qayda var da, Y2 dəfələrlə kiçikdirsə Y3-dən, deməli bu 2A-dır. Dəfələrlə kiçikdir. Dəfələrlə kiçikdir. A plus B-ni istəyir. Bu 2A-dısı bu NS. 2NP0 olacaq da. 2 üstəgəl 0. O da 2. 26. Kiçik dövr təsvir edilib. Y üçün Y2 dəfələrlə kiçikdir Y3-dən. Deməli, bu Y-in qrupu nədir? 2A-dır. 2A-dır. Y 2A-dırsa, Y-dən sonra kiçik dövr deyirsə, deməli, birinci dövr gedib, X ikinci dövrdədir, Y üçüncü dövrdə. Demək ki, bu nədir? 3S2-dir. Bəs X nədir? Deməli, bu 2-dirsə 3, 4, 5A. X da 5A-da yerləşir və yuxarıda da Y-dən, yəni o ikinci dövrdədir. 2S2, 2P3. X-in sıra nömrəsi 7-dir. Maksimum valenti. Qrupa uyğun valenti göstərmir. Maksimum valentli 4-dür. A deməli 7-dir. B deməli 4-dür. Valent elektronu isə xarici təbəqəliklər sayırıq 5. 26. 26 getdi, 27 daha olsun. 27. Aha, Y maksimum valentliyi, Y-in tək elektron sayı. Y ikinci dövr elementidir. Tək elektron, ikinci dövrdür. Y tək elektronların sayı. Bunu necə eləyə bilərik? Tək elektronların sayı. Ümumiyyətlə, belə yazaq, ikinci dövrün mümkün variantlarını seçək. 2S2, 2P1, 2S2, 2P2, 2S2, 2P3, qruplar yazılır deyildə. 2P4, 2S2, 2P5, 2P6 olmasa Allah, çünki orada tək elektron da yoxdur. Gəlin baxaq. Deməli, burada bir məsələ var. İpucu olaraq bizə nə verir? X-la Z-də tək elektron sayı eynidir. Tək elektron sayı. Gəlin burada tək elektron sayılarını tapaq. 1-dir. Burada tək elektron sayı 0 yoxdur. Burada yenə 1-dir. Burada 2-dir. Burada 3-dür. Burada 2-dir. Burada 1. Burada görürük də tək elektron sayı 1-lər var, bir də 2-lər var. Amma qrupun nömrəsi də bir-birinə əlaqəli olmalıdır. X-in qrupun nömrəsi A-dır. Mən bundan danışıramsa, bu A üstəgəl 2 olmazlara da fərq çoxdur. Bu amma bizə verər.
verərmi? Bu 2s2 2p bu 4-dür. Bu 4-dür. Bu isə 6-cı qrupdur. Bəli. Bu deməli x-dır. Tək elektronların sayı 2-dir, qrupu 4-dür. A nəyə bərabərdir? 4-ə. Z isə tək elektronların sayı 2-dir, A plus 2-dir. 4 üstə gəl 2 də bizə 6-nı verir də. A plus 1-i istəyir bizdən. A plus 1. Deməli, A-nı nə tapdıq? 2. Yox, A-nı 4 tapdıq, 4-cü qrup. A-nı 4 tapdıq, tək elektron sayı N2-dir. N bərabərdir 2-yə. Y-in biz formunu tapaq. Qrupun nömrəsi A üstə gəl 1-dir. 4 üstə gəl 1, bu bizə verir 5-ci qrupu. Gördüyünüz kimi burada da tək elektron sayı nədir? N plus 1-dir Y-də. N plus Y, yəni 2 üstə gəl 1, elə tək elektron sayı da 3-dür. Qrupu 5-dir. A üstə gəl 1, 4 üstə gəl 1, 5. Yazaq burada Y üçün. 5-ci qrupdur. 2s, 2, 2p3. Tək elektronu da N plus 1, yəni 3-dür. Maksimum valentliyi bu nədir? Azot. Azotun maksimum valentliyi 4 olur. Tək elektronların sayı da 3-dür. N plus 1 onsuz əvvəlini tapmışıq. Burada hesabına getirir. 28-ci sualda xn ionu x-ə çevrilib deyir və iyonlaşma enerjisi azalıb. İyonlaşma enerjisi azalıbsa, atom radiusu artıb. Radius artıbsa, deməli elektron sayı artıb. Bax ki, bunda elektron sayı y-dirsə, bunda y plus x-dir. Elektron sayı artıbsa, bu n deməli m-ə çevriləndə m iyonun yükü də daha kiçik olacaq. N-dən ədədi qiymətcə. Variantlarla baxaq. Deməli, birdə n0 deyirsə, m -3 ola bilər deyir. Düzdür, elektron alıb bu. Bir götürürük. Elektron sayı azalıb deyirsə, xeyr, azalmır, artır. Neytron sayı artıb deyirsə, neytron sayı ümumiyyətlə dəyişmir. 4-də -3-dürsə n müsbət 3 ola bilər, xeyr, tərsinə olardı. N müsbət 1-dirsə, n müsbət 5, xeyr, bu elektronu verməyib, elektron alıb. N müsbət 5-dirsə, m 0 ola bilər. Bəli, 5 dənə elektron alıbsa olar. 6. Düzdür. 29-cu sualda x müsbət 7 iyonun elementar hissəciklərinin cəmi sayı 47-dir deyir. X-in neytron sayı 20-dir. Neytron sayı 20-dir. Proton sayı P desək, bu 7 elektron verib olacaq P-7. Elementar hissəciklər neytron, üstəgəl proton, üstəgəl elektron da P-7. Bu 47-yə bərabərdir. 2P bərabərdir. 47 çıxsın 13. Burada eləyir 34. P nəyə bərabərdir? 17-yə. X müsbət 7-nin elektron sayını istəyir. Bu da P-7-dir, yəni 17 - 7. Burada verir bizə 10. 29. 7, 30. Deməli, xrom 3 müsbət iyonu verib. Gəlin xromun əvvəlcə özünün elektron formunu yazaq. 3D5, 4S1. Bu 3 elektron verib. Verəndə bax, xaricdən gedir biri. İkisi də buradan gedir. Yəni, nə olur? 3D3. Və elektron sayı. Elektron sayı nə qədərdir? 3-dür. S elektron sayının hissə faizini təşkil edir. S elektron sayı 1s2, 2s2, 3s2, 6 dənə. 6 dənəsi 100% isə 3 dənəsi də 50%. Otuz birdə yenə eyni qayda ilə burada dəmirin öz elektron formulu yazaq atomunun 4s2, 3d6 olar. Dəmir 6 müsbəti yazsaq, ikisi buradan gedir, 4-ü buradan. O zaman nə olacaq? 3d2.
S elektron sayı. S elektron sayı 1s2, 2s2, 3s2. 6'nı verir bizə. Yəni A bərabərdir 6-ya B. D elektron sayı istəyir. D elektron sayı 2-dir artıq. Burada iyondan söhbət gedir. A böl B-ni tapdıyır. 6 böl 2, bu da eləyəcək 3. 32. X, nə yazılıb burada? X, N iyonu. 6 elektron alıb. X aya çevrilib. A, X. Bu 6 elektron alıbsa, A-nı müəyyən edir. Gəlin əvvəl burada verilənlər, cədvəldə verilən yazaq. Proton sayı 17-dir, olub 12. N o zaman nəyə bərabərdir? Bu 5 dənə elektron verib də 5 müsbətdir. 5 müsbətdə 6 elektron alıbsa, A olacaq mənfi 1. Aha, elə bizdən A-nı istəyir 32. Dur, mənfi 1 tapaq. 33. X 7 müsbət. İyonu elektron sayı 18'dir. 7'sin verib 18 olub, verməsəydi 25 idi. Kütlə ədədi protonun 2 mislindən kütlə ədədi nədir? A yazaq. Kütlə ədədi proton tapdıqda 25'dir. 25'in 2 mislindən 5 vahid çoxdur. Yəni 55'dir. Neutron sayı tapdirsə 55'də 25 çıxın, edir 30. 34. X 4 müsbət iyonunun elektron sayı dəmir 56, 26 atomunun neutron sayından. Bunun neutron sayı neçədir? 30'dur. Neutron sayından 18 vahid azdır. Yəni 30'dan 18 vahid az. Bu bizə nə verir? 12'ni verir. Elektron sayı. X atomunun valent elektron sayının X sıfırın tək elektron sayına nisbətli hesablayın. Deməli, bu 4 elektron verib 12 olub, verməsəydi 16 idi. X atomunun valent elektron sayı deyir. 3s2, 3p4. Valent elektron sayı nə qədərdir? 6. Tək elektronların sayı nə qədərdir? Tək elektronlar da buradadır. 2 dənə də orada var. Tək elektron deyilib 3. 35'e baxaq. X5 müsbət 17. 5'in verib olub 12. Elektron sayı Y3 mənfi iyondakı elektron sayının 6 vahid azdır. 12'dən 12 deyir ki 6 vahid azdır. Deməli bu 18'dir. 3'ün alıb 18 olub 15 imiş. Y0'ın tək elektron sayının bu tək elektron sayı 3s2, 3p3. Tək elektron sayı nədir? 3'dür. Təbəqə sayına hasilini hesabını təbəqə sayı ilə 3'dür. 9. 36'ya baxaq. Deməli, bizə iyonlar verib cədvəldə Y2 mənfi, elektron sayı 2A minus 8'dir. Bu ikisini alıb 2A minus 8 olub. Deməli ki, 2A minus 6 imiş. X6 müsbət 24. Elektron sayı 2A'dır. Buradan A-nı tapa bilərik də. Bu 6'sını verib 2A olub. 6'sını verib 24'dən 6 çıxırıq. 2A. Deməli, bu bərabərdir 18'ə, A bərabərdir 9'a. İlk proton sayını hesabla deyir. Yəni ki, 2A minus 6'nı hesabla. A-nı gətirin, burada yerinə qoyun. 2, 9, 18. 18'dən 6'dan da eləyir 12. Dəqiqə. 2, 9, 18. İkisini alıb. Burada bir yanlışa yol veririk. Bu ikisini alıb deyir. 2A minus 8 olub.
Yəni e, 2a minus 8 2a minus 10 imiş bu. 2a minus 10 imiş. Burada mənfi çarpışdıraram. 2a minus 10 imiş. İkisini alıb 2a minus 8 oldu. Yəni artıb da artmalıdır. Bunu tapmalıyıq biz. 2a minus 10'u. Deməli, bir daha baxaq. 2 9 18. 18'dən 10 çıxanda qalır 8. Sonra 36 getdi. 37. 37 bu günlük son sual olsun. Birinci hissə 2 hissə yazaq. Y 3 mənfi. İyonda elektronların cəmi 28'dir. Buna A deyək, bunu da B deyək, sonra şərti davam edək. Deməli, X6 müsbət iyonun elektron sayı A'dır. Y0 atomunun proton sayına. Bu 3'ün alıb B olub. Deməli, 3'ün alıb B olub. B minus 3 imiş. Artıb elektron sayı. Proton sayının 2 mislindən, proton sayı nədir? B minus 3'dür. 20 vahid azdır. Elektronların cəmi A üstə gəl B də bərabər 28 birinci cümlədə idi. Gəlin tapaq. Burada elə A-nın yerinə bunu qoya bilərik də. Deməli 2B çıx 6 çıx 20. Üstə gəl B bərabərdir 28-ə. 3B, burada deməli mənfi 26. Bu tərəfə keçirsək, müsbəti 26 edəcək, toplayaq. 54 edir, B neçə edir? Bir dəfə 18 dəfə. B-ni tapdıq biz onsuzda. X0'ın tək elektron sayına nisbətini hesabını tapın. X0. X0 A-nı gəlin tapaq görək buradan. Deməli, B 18-dirsə, A neçə eləyəcək? 10. 10 üstə gəl 18, 28'i versin deyə. Bu A-nı tapdıq burada 10'dur. 6'sını verib 10 olub. Deməli, bu 16 imiş. X0'ın valent elektronu nə eləyəcək? 3s2, 3p4. Valent elektron sayı 6'dır. Y0'ın tək elektron sayına. Burada da B minus 3'dür. Deməli, 18 olması üçün 3s2, 3p6. Y0'ın tək elektron sayına nisbətini hesablayın. Yox, bir dəqiqə, 18 deyil, səhv elədik. B bərabər 18'ə, bu 15'dir. Axı bu 40 deyir. Neytral halda deyir də. 15'i soruşur bizdən. Bu da eləyəcək 3. Deməli 3s2, 3p3 15'i verdi. Şərti son olaraq yerinə yetirək. X-in valent elektronları 6'dır. Y0'ın tək elektron sayı 3'dür. 6'nı böləndə eləyir 2. Aha, bu cürlük bu qədər kifayətdir. Sağ olun. Gələn dəfəki hissədə görüşərik.